Gündə neçə dəfə qidalanma effektlidir? Qidalanma deyərkən, yediyiniz qida məhsullarının və qəbul etdiyiniz qidalanma öğünlərinin ümumi miqdarı, kalori miqdarı çox böyük önəm kəsb edir. 5 dəfə də olar yemək, arıqlamaq. Bax, məsəl üçün, mən hal-hazırda dostum bodybuilding yarışına hazırlaşır və gündə 6 dəfə, 5-6 dəfə qida qəbul edib müəyyən aralıqlarla. 5 dəfə yemək yeyir. Bu insan o qədər quruyub ki, yəni bir dəri, əzələ və sümükdən ibarətdir bu insan. O dərəcədə quruyub. Amma 5 dəfə qida qəbul edir. İnanın mənə, gözümün qabağında səhərdən axşama qədər yemək bişirir. Özünə yeməklər hazırlayır, yemək bişirir. Çünki yarışa hazırlaşır. 5 dəfə. Ona görə də mən indi deyim ki, 5 dəfə gözümün qabağında quruyur bu insan. Qupqurudur, yağ yoxdur demək olar ki, bədənində. İndi mən deyim ki, 5 dəfə qidalanma effektivdir. Düz demiş olaram, yoxsa səhv? Bəlkə mən deyim ki, nə yediyinizdən çox şey asılıdır və o qidalanma öğünləri zamanı nə qədər kalori qəbul edirsiniz, enerji qəbul edirsiniz, bundan çox şey asılıdır. O 5 dəfə qidalana bilər. Qəbul etdiyi hər bir qida öğünü çox aşağı kalorili olduğu üçün o ona heç bəs eləmir. Etdiyi 3 saat demək olar ki, məşq edir, ağırlıq məşqi, əzələ məşq edir bu insan. Ona görə də nə etdiyiniz, necə yaşadığınız, bədəninizin vəziyyəti, sağlamlığı, sağlığı, bütün bunların hamısı önəmli bir faktordur. Yəni mən bu suallara belə ötəri 2, 3, 5, 6 belə cavablandıra bilmərəm. Bu mənim qeyri-professionallığımdan xəbər verəcəkdir.